Ölkənin həmkarlar, Raziyə xanım, Ramiyə Kamil qızı Füzuli'nin yazarıdır. O muzeyimizdə görməyimizə çox şadıq. Şadıq ki, Raziyə kimi bir yazarımız var. Bütün şəhidlərimizi, bizim qazilərimizi təmənnasız olaraq onlar haqqında tədbirlər keçirir. Bütün rayonlarda, tək Füzulidə yox, bütün Azərbaycan bütün rayonlarında onu hər dəfədə, hər dəqiqədə görmək olur. Şəhidlərimizin ailələrini yad edir, onları könlünü şad edir. Onlar haqqında tədbirlər keçirir. Onları bütün Azərbaycana, bütün dünyaya tanıdır ki, bizim belə bir şəhidimiz, belə bir qəhrəmanlarımız olubdur. Ona görə də biz Raziyə xanımda öz muzeyimizdə görməyimizə çox şadıq. Ona çox təşəkkür edirik ki, bu belə bir böyük bir missiyanın üzərinə götürüb şəhidlərimizi yad edir, onları unudulmağa qoymur. Hamı tez-tez yadına salır ki, bizim azad bir dövlətdə yaşamamız, belə bir ölkədə yaşamamız üçün canından qanından keçən uşaq oğlanlarımız olubdur. Onlar öz azadlıqlarını, öz həyatlarını bizim belə bir azad dövlətdə, bir azad Azərbaycanda yaşamamız üçün canlarına, qanlarından keçir. Neçə oğullarımız, analarımız oğulsuz, qızlarımız yoldaşsız, uşaqlarımız atasız qalıblar. Nə üçün? Çünki biz azad bir firavan dövlətdə yaşamaq üçün. Biz xoşbəxt xalqıq ki, belə bir gözəl, azad dövlətdə yaşayırıq. Azərbaycan xalqında. Biz də çalışmalıyıq ki, Raziyə xanım kimi belələrinə dayanıq olmalıyıq ki, belə şəhidlərimizin, qazilərimizin, şəhidlərimizin ruhu şad olsun, qazilərimiz də sevinsin ki, onları heç kəs heç vaxt unutmur. Çox sağ olun Raziyə xanım, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm, dəyərli elim olan, mən sizlərlə hər birinizdən fəxr edirəm. Bugünkü gəlişimin də məqsədi, mən ikinci dəfədir bu muzeydə oluram, muzeyə igid qəhrəman oğullarımızın şəkillərini hədiyyə gətirmişəm. Deməli, bu oğulların hər biri bir qəhrəmandır. Vətən torpaqları uğrunda ölümün gözləri ölümsüz baxaraq bir qəhrəmanlıq salnaməsi yazdılar. Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək bizlərin həsrətinə, torpaq həsrətinə, vətən həsrətinə son qoydular. Bugün biz doğma Qarabağımıza qovuşmuşuq. Bunun üçün rəşadətli ordumuza, Ali Baş Komandanımıza, igid şəhidlərimizə minnətdarıq və mən istəyirəm ki, Füzuli rayon Qarğabazar Tarix Muzeyinə Unudulmaz Oğullar adlı kitabımı da hədiyyə edim. Düşünürəm ki, oxucularınız muzeyi ziyarətə gələn hər bir kəs bu kitabı ən azından vərəqləyib. Burada haqqında yazılan tarixə dönən igid oğullarımızı öz yaddaşlarına köçürdəcəklər. Çox sağ olun, təşəkkür edirik. Minnətdarıq, verdiyiniz hədiyyə üçün çox sağ olun. Biz də sizi öz aramızda görməyə çox sevindik ki, siz də şəhidlərimizin belə bizə şəkillərini, onun haqqında kitabları gətirirsiniz. Bilirik ki, şəhidlərimiz əvəz olunmazdır. Bəşəriyyət yarananla insan övladı hər zaman yüksəkliyə can atmışdır. Biz bilirik ki, hər kəs o yüksəkliyə çata bilməz. Belə yüksəkliyə yalnız canında, qanında, el-oba məhəbbəti olan igidlər qalxa bilər ki, bax bunlar bizim oğullarımızdır. Biz bunların analarının qarşısında baş əyirik və onlara deyirik ki, ağlamayın analar. Siz adi oğul yox, böyük qəhrəmanlıqlar göstərən igid övladlar böyütmüsünüz ki, bax onlar sizin oğullarınızdır. Sizə də minnətdarıq ki, bizi yad eləmişsiniz və bizim kitabxanaya, muzeyə gəlmişsiniz. Sizinlə görüşümüzə də çox şadıq. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Əziyyət çəkmişsiniz. Borcumuzda, hər birimizin borcudur. Mən xahiş edirəm ki, bax bu stendi axıra qədər çəkəsiniz. Siz gelin. Bizi de